Herkese salam. Davam edirik. Biologiya fənnindən Dövlət İmtahan Mərkəzinin ali məktəblərə qəbul imtahanlarında istifadə etdiyi test nümunələrinin izahı ilə 2018-ci ilin yay imtahanlarının iyul ayında təşkil olunmuş imtahanın suallarını, izahlarını sizlərə təqdim edirəm. İlk sualımızla başlayaq. Sual 51. Hansı toxuma qrupuna insan orqanizmində rast gəlinmir? İnsan orqanizmində digər heyvanlar aləmində olduğu kimi 4 toxuma qrupu vardır. Epiteli, birləşdirici, əzələ və sinir. İfrazat toxuması bitki toxumalarına aiddir. İnsan orqanizmində rast gəlinməz. Sual 52. İnsanın cinsiyyət hüceyrəsində meyoz bölünmənin ikinci anafazasında n qədər xromosom varsa, meyoz 2 anafazanın xromosom yığımı 2n, 2c şəklindədir. Bizim 2n'imiz n'ə bərabərsə, n'imiz n bölü 2-yə bərabərdir. Yəni haploid yığımız n bölü 2-yə bərabərdir. Bağırsaq hüceyrəsi qeyd edir. Bağırsaq hüceyrəsi somatik hüceyrədir və somatik hücrə mitoz keçirəndə mitozun anafaza mərhələsində xromosom yığımı 4n'ə qalxır. 4n, 4c, 4d şəklində olacaqdır. Biz 4n'i tapmalıyıq. N'imizin qiymətini bilirik. N bölü 2'ye bərabərdir. 4n'in yerinə n'in qiymətini yazırıq. Bu da bizə verəcək 2n cavabını. Davam edirik sual 53 ilə. Sutkanın hansı vaxtında bitki yarpaqlarında nişastanın miqdarı minimum olur? Hal-hazırda vegetativ orqanlar bölməsində bu test nümunəsi dim test toplusunda yer almışdır. Ümumiyyətlə bitki bütün sutka ərzində, yəni belə deyək, gün ərzində, işıqlı mühitdə fotosintez edir. Günəş batana qədər fotosintez edir və günəş batananda ən maksimal həddinə çatdırır nişastanın miqdarını. Və artıq günəş batdı, fotosintez etməyəcək. Bütün gecəni o ehtiyat qida maddələrindən, mövcud nişastasından istifadə edəcəkdir həyat fəaliyyətində və ən minimal həddə çatacaq səhər gün çıxmamışdan öncə. Ən minimal olur günəş çıxmamışdan öncə. Maksimal olacaq günəş batmamışdan qabaq. Bizdən minimal istədiyi üçün cavabımız olur C variantı. Mamırlarda hüceyrəsi haploid xromosom dəstlidir. Mamırlar yetkin fərdi gametofit və qutucuğu sporofit olan nəsildir. Mamırlarda deməli protonema spordan inkişaf edir. Spor isə meyozdan əmələ gəlir. Qutucuq 2n'dir. Qutucuq daxilində meyoz prosesi gedir. Deməli spor n'dir. Spordan cücərir. Protonema n'dir. Sonra protonemadan inkişaf edir yetkin fərdlər n'dir. Yetkin fərdlər üzərində cinsi orqanlar antiidvar xigoni yaranır n'dir. Həmçinin gövdəsi, yarpağı, rizoidi n olacaqdır. Yetkin fərdlərdən erkəyin spermatozoidi dişinin yumurta hüceyrəsini mayalandırır. N haploid hüceyrələr birləşərək dişi üzərində diploid zigot yaranır. Zigotdan isə ayaqcıq olan qutucuq inkişaf edir. Deməli, zigotun xromosom yığımı diploiddir. Qutucuq ayaqcığı diploid xromosom yığımındadır. Gövdənin xromosom yığımı haploiddir. Götürdük. Protalın xromosom yığımı haploid ola bilər, amma protal mamırlara aid deyil deyə götürmədik. Protonemanın xromosom yığımı haploid olacaq, çünki spordan cücərir. Sporun xromosom yığımı haploiddir. Həmçinin sporun da xromosom yığımı haploid olacaqdır. Cavabımız olur 3, 5, 6 Y variantı olaraq müəyyən edirik. Davam edirik sual 55 ilə. İnsanın bir otaqdan digər otağa keçən kimi onun göz bəbəkləri daralmışsa, deməli bu insan qaranlıq otaqdan işıqlı otağa keçmişdir. Çünki qaranlıqda göz bəbəkləri genəlir, gözə düşən belə deyək, İşıq şüaları miqdarı artdıqda isə, yəni işıqlı otaqda isə göz bəbəkləri daralmış olur. Ümumiyyətlə göz bəbəyimizdə birləşən iki fərqli tip əzələ vardır. Dairəvi və radial əzələlər. Radial əzələlər göz bəbəyini genəldir. Yəni radial əzələlər yığıldıqda göz bəbəyi genəlir. Bu simpatik sinirlərin nəzarəti altında baş verir. Dairəvi əzələlər yığıldıqda isə göz bəbəyi daralır. Bu isə parasimpatik sinirlərin nəzarəti altında baş verir. Parasimpatik sinirlər işıqda göz bəbəyinin daralmasını təmin edir. Simpatik sinirlər isə qaranlıqda göz bəbəyinin genəlməsini təmin edir. Əgər qaranlıqdadırsa göz bəbəyi genişlənmiş vəziyyətdədir. Qaranlıqdan işığa doğru keçirsə genişlənmiş göz bəbəyi daralacaqdır. Deməli, daralmışsa deməli o qaranlıq otaqdan deməli işıqlı otağa keçmişdir. Cavabımız olur A variantı. Sual 56. Hüceyrəvi quruluşa malik olmayan varlıqlar viruslardır. Şəkildə göstərilən canlıya aiddir. İnfuzor tərliyi təsvir edilmişdir. İnfuzor tərliyi enli istiqamətdə bölünmə ilə qeyri-cinsi yolla çoxala bilir.
Bir hüceyrəlidir, əlverişsiz mühitdə sistalaşa bilir. Təbii ki, heyvanda heterotrof yolla qidalanır və yalnız heterotrof yolla qidalanır. Fotosintez etməz. Bu yaşlı evqilen deyil. Bu infuzordur. Fotosintez etməz. İki nüvəyə malikdir. Bəli, böyük və kiçik nüvələri var. Kiçik nüvə sadəcə deməli çoxalmadan və iri nüvə isə bütün həyati proseslərdə iştirak edir. Sual 58. İnsanın döş qəfəsində olan fəqərələrin sayı bir ədəd artarsa döş qəfəsi sümüklərinin sayı neçə ədəd olur? Biz bilirik ki, 12 döş fəqərəmiz var. 12 döş fəqərəmiz var və döş fəqərəsinin sayından 2 dəfə də çox qabırğamız var. Deməli 24 də qabırğamız var. Bir ədəd isə döş sümüyümüz var. Döş qəfəsində var 37 sümük. Əgər biz fəqərələrin sayını bir vahid artırmış olsaq, fəqərəmiz olacaq 13, qabırğamız olacaq 26, döş sümüyümüz sabitdir və döş qəfəsi sümüklərimizin sayı olacaq 40. Deməli, 3 vahid artmış olacaqdır. 3n üzərinə gəlsin 1 düsturundan da hesablaya bilərdik. Deməli, əgər biz enimiz 12-dirsə, 3 vuraq 12, 36 üzərinə gəldiyi 1, 37 olacaqdır. Əgər biz enimizi 13 kimi götürsək, 3 vuraq 13 üzərinə gəlsin 1, 40 olacaqdır. Hansı üsuldan istəsəz istifadə edə bilərsiniz. Sual 59. Qapalı papaqlı göbələklərin yerüstü hissəsi necə adlanır? Yerüstü hissəsi meyvə cismi adlanır. İnsanda deməli onurğa beyni sinirləri mərkəzi sinir sistemindən çıxan sinirlər neçə faizini təşkil edir? Mərkəzi sinir sistemindən 12 cüt baş beyin, 31 cüt onurğa beyindən olmaqla ümumilikdə mərkəzi sinir sistemindən 43 cüt, yəni 86 ədəd sinir çıxır. 86 ədəd sinirimiz 100%dirsə, deməli 31 cüt onurğa beyindən çıxan sinirlərdə 62 olacaq x%. Buradan da 62-ni 100-ə vurub 86-ya bölürük. Bu da deməli təqribən edəcəkdir. Təxmini bu da edir 72. Deməli, cavabımız olur Y variantı. Sual 61. İfadələrdən hansı doğrudur? X canlısı xarici mühitdə karbon qazını azaldıb oksigeni artırır. Xarici mühitdə karbon qazı və oksigeni artırmaq avtotrofluqdur, yəni fotosintez edir. Y canlısı mühitdən yalnız oksigen alıb karbon buraxırsa, bu isə heterotrof canlıdır. X canlısı konsumentdir, xeyr, X avtotrofdur, yəni produsentdir. Y canlısı fotosintezcidir, xeyr, bu heterotrofdur. X canlısının hücrelərində xlorofil yoxdur, xeyr var, fotosintez edə bilir. Y canlısı günəş enerjisini udaraq fotosintez prosesini həyata keçirə bilməz. Bu doğru fikirdir, çünki heterotrofdur. X canlısı heterotrofdur, xeyr, avtotrofdur. Sual 62. 3 vərəmli xəstədən götürülmüş bəlğəm müxtəlif mühitlərdə saxlanılmışdır. Onlardan biri quru, digəri günəş şüası düşən, digəri isə günəş şüası düşməyən və rütubətli yerdə saxlanmışdır. Təbii ki, bakteriyaların sevdiyi mühit rütubət olan nəmli mühitdir. Və belə deyək, orta temperatur, otaq temperaturu, rütubətli mühit bakteriyaların sevdiyi ən ideal mühitdir və burada bakteriyalar artıb çoxalır. Təbii ki, qurudursa, rütubət yoxdur, orada yaşamayacaq bakteriya. Günəş şüası düşürsə, həmçinin bakteriyanın inkişafının qarşısı alınmış olacaq. Yəni, bölünüb çoxala bilməyəcək orada. Əlverişsiz mühit sayılır. Amma isti, rütubətli, günəş şüası düşməyən bir mühitdə təbii ki, artıb çoxalacaqdır. Hansında artma ehtimalı çoxdur? Olacaq cavabımız yalnız 3. Sual 63. Buğda dəninin hansı hissələri ziqotdan başlanğıc götürür? Ümumiyyətlə, dən meyvə, dən meyvənin daxilində meyvə yanlığı çox nazik şəkildədir. Toxum qabığına bitişik olur və nazik şəkildədir və düşünək ki, toxum hansı hissələrdən ibarətdir? Toxum ibarətdir qabıq, rüşeym və endospermdən. Rüşeym nədən yaranır? Ziqotdan başlanğıc götürür. Rüşeym, yəni rüşeym ziqotun xromosom yoğunluğu nədirsə rüşeym də odur. Yumurta hüceyrəni spermin mayalandırması nəticəsində ziqot yaranır. Rüşeym də ziqotdan başlanğıc götürmüş olur. İndi rüşeym ibarətdir. Rüşeym kökçüyü, rüşeym gövdəciyi, rüşeym tumurcuğu, bir də ləpə yarpağı. Və əgər buğdadan söhbət gedirsə, buğda bir ləpəlidir.
Deməli, bizim müşeymimizin xüsusiyyətlərini daşıyan, ziqotun xüsusiyyətlərini daşıyan hansılar olacaq? Kökçük və ləpə yarpağı. Toxum qabığı yalnız dişinin xüsusiyyətini daşıyır, ziqotdan başlanğıc götürmür, yumurtacığın divarından yaranır. Endosperm isə mərkəzi hüceyrə və spermin birləşməsindən yaranır. Mərkəzi hüceyrəni spermin mayalanması nəticəsində endosperm yaranır. Ziqotdan yarananlar şeymin hissələridir. Kökçük, gövdəcik, tumurcuq, ləpə yarpağı. Burada da cavabımız olar 3, 4. Sual 64. Tərkibində 120 qram B vitamini olan yer kökü bişirildikdən sonra nə qədər B vitamini qalar? Ümumiyyətlə, yer kökü qaynadıldıqda öz tərkibində olan B qrup vitamininin bitki mənşəli qidalar öz tərkibində olan B qrup vitamini 20%-ni itirir. 20%-ni itirirsə 80% qalır. 120 milliqramın 80%-i nə qədərdir? Bunu müəyyən etmiş olacağıq. Bu da səhv eləmirəmsə 96 edir. Davam edirik. Sual 65 ilə. A və B sümükləri ilə bağlı səhv fikirləri seçin. Qurbağa verilib bizə. Qurbağanın skeletində ön ətrafın qurşağı. Ön ətrafın qurşağına 2 kürək, 2 körpücük, 2 qarğa sümüyə aiddir. Həmçinin qurbağada döş qəfəsi olmadığı üçün döş sümüyünə malikdir, lakin döş qəfəsi yoxdur. Döş sümüyü də qurşağa aid edilir. Bir ədəd döş sümüyü də qurşağı, ön ətrafın qurşaq skeletinə aiddir. Arxa ətrafların sərbəst hissəsinə bud, baldır və arxa pəncə sümükləri aiddir. Baxaq. Deməli, A-nın qeydlərini, bu B-nin, bu isə A-nın qeydləridir. Baxaq, indi səhv fikri bizdən istəyir. A cüt kürək sümüyü ola bilər. Bəli, A ön ətrafın qurşağında kürək sümüyü ola bilər. B çanaq sümüyü ola bilər. Bizə sərbəst hissəsi deyil. B çanağı yox, qurşağa aid. Deməli, çanaq qurşağa aiddir. Bizə B sərbəst hissə verilmişdir. Ona görə yanlışdır, götürdük. Deməli, əgər bu qurşaq yazsaydı çanağı götürə bilərdik. Sərbəst hissədə bu baldır və arxa pəncəni qeyd etmişik. A döş sümüyü ola bilməz, xeyir ola bilər. Çünki dedik ki, yuxarı ətrafın, deməli, ön ətrafın qurşağına döş sümüyü də aiddir. Çünki bunun döş qəfəsi yoxdur. Aid ola bilməz deyirsə yanlışdır. A bazı sümüyü ola bilməz. Bu doğru fikirdir. Çünki qurşaq sümüklərini yazmışıq. Bazı sərbəst aiddir. B pəncənin sümüyü ola bilər. Deməli, bəli, ola bilər. Arxa pəncənin sümükləri ola bilər. Doğru fikirdir. B pəncə lüləsi ola bilər. Bu artıq yanlışdır. Pəncə lüləsi quşlara xarakterik bir xüsusiyyətdir. Cavabımız olar 2, 3, 6. Davam edirik sual 66 ilə. Bir xromosomda yerləşən genlərin ardıcılığı verilmişdir və genlər arasında Kressinger faizini nəzərə alaraq düzgün cavabı müəyyən edin. Bu sual da hal-hazırda DİM test toplusunda genetika bölməsində öz yerini almış suallardandır. Yəni artıq bizə tanış suallardandır. Baxaq, A və D arasında ümumiyyətlə yadda nəyi saxlayacaq? Kressinger məsafə ilə düz mütənasibdir. Genlər arasında məsafə nə qədər çoxdursa, Kressinger ehtimalı bir o qədər artır. Yəni çaprazlaşma ehtimalı bir o qədər artır. Genlər arasında məsafə nə qədər azdırsa, ilişiklik ehtimalı bir o qədər artmış olur. Yəni Kressinger məsafə ilə düz, ilişiklik məsafə ilə isə tərs mütənasibdir. Və genlər arası məsafə nə qədər çoxdursa, orada Kressinger ehtimalını çox götürmüş olacaq. Bizdə A və D genlər arasında Kressingoverin deməli faizini 30 verir. Sanki bu parça məsələləri kimi düşünə bilərik. Buranı 30 sm, 30% bu şəkildə düşürək. Daha sonra B və D-nin arasında 15% isə B-ni tən ortaya yaza bilərik. B A-dan da 15% məsafədədir, B-dən də 15% məsafədədir. A və C arasında 10%dirsə, C-ni bura yazarıq. Buradan bura 15% idi. A-dan B-yə qədər 15% idi. A-dan C-yə qədər də 10%dir. O zaman C-dən B-yə qədər də 5% qalmış olacaq. D-dən C-yə qədər olan məsafəsi 20%dir. Bəli, bu B-dən D-yə qədər 15% qeyd etmişdik. C-dən də B-yə qədər 5%dirsə 20%dir. Ardıcılığımızı qeyd etmiş olduq. A, C, B, D ardıcılığı ilə düzülüb. A, B, C, D deyirsə yanlışdır. A, D, B, C deyirsə yanlışdır. A ilə D arasında Kressinger ehtimalı daha azdır. A-dan D-yə qədər 30%dirsə Kressinger ehtimalı xeyr az deyil, çoxdur. B ilə C arasında Kressinger ehtimalı daha azdır. Bu doğru fikirdir. Çünki B-dən C-yə qədər ən az məsafə bunlardadır. 5%-li məsafə azaldıqca Kressinger ehtimalı azalmış olur. Məsafə artdıqca Kressinger çox baş verə bilir, ehtimal çoxdur. Məsafə azaldıqca Kressinger ehtimalı da azalır. A ilə B arasında Kressinger ehtimalı
15%, ailə D arasında isə 30%dir. Ailə B arasında 15%dirsə, demək ki, ailə D arasında olan, yəni 30% daha çoxdur. Burada deyir ki, ailə B arasında çoxdur, o yanlışdır. Ona görə cavabımız olur C variantı. Afrika hansı paxlalı bitkilərin vətəni ola bilər? Vavilova görə mədəni bitkilərin müxtəlifliyi və mənşə mərkəzlərinin ikisinin deməli Afrika ilə əlaqəlidir. Aralıq dənizi və Həbəşistan. Burada köhnə dərsliklərdə olan bitki adları qeyd olunub əslində. Yeni dərsliyimizdə bu yer almasa da mərci, yonca bunlar Afrika ilə, xüsusən də Aralıq dənizi ilə əlaqədardır. Ona görə də cavabımız olur A variantı. 68. Həzm sistemində çinədanı olan qanı yalnız damarlarla axan heyvanlar. Çinədan arıda rast gəlinə bilər. Çinədan hərqəv qurdlarda rast gəlinə bilər və quşlarda rast gəlinə bilər. Deməli, çinədana malik ola bilər və olsun və bizdə qanı damarlarla axsın. Qeyd edir, burada soxulcan və göyərçini götürə bilərik. Göyərçin quşlar sinifinin nümayəndəsidir və çinədana malikdir. Soxulcan da həmçinin çinədana malikdir. Hər ikisi də qapalı qan damar sisteminə sahibdir. Misal üçün, C-ni nəyə görə götürmədik? Soxulcan da bəli çinədana malikdir, bal arısı da çinədana malikdir. Lakin götürmədik ona görə ki, bal arısı açıq qan damar sisteminə sahibdir. Digərlərində zaten deməli, burada çay xərçəngində, burada kələm kəpənəyində çinədan qeyd etməmişdik. Cavabımız olur B variantı. Sual 69. Ada dovşanı. Ada dovşanı deməli məməlidir. Xromosom yığımı 2n 44-ə bərabərdir. Autosom və cins xromosomların cəmi kimi yazsaq, 2n bərabərdir 42 üzərinə gəlsin. Erkək ada dovşanı dediyi üçün erkəyə XY yazmış olduq. Və bu qamet verərkən atadan spermatozoid 21 plus Y şəklində, anadan da yumurta ceyranı 21 plus X şəklində almış olmalıdır. Yəni, erkəyi hetero olduğu üçün Y-ni atasından almış olacaq. Davam edirik. Sual 70 ilə xlorofili ən qədim fotosintezci pigment saymaq olarmı? Bəli, olar. Fotosintez ilk dəfə arxa erasından bakteriyalarda artıq yaranmışdı. Xlorofil pigmentinə biz arxa erasından rast gəlirik. Bakteriyalarda, fotosintetik bakteriyalarda vardır. Və deməli, saymaq olarmı? Bəli, olar. Çünki o ilk dəfə canlı təbiətin ən qədim aləmində əmələ gəlmişdir. Cavabımız olur C variantı. Sual 71. Kələm bitkisinin çiçəklərində çiçək yanlığını əmələ gətirən strukturlar. Kələm xaç çiçəklər fəsiləsidir və formulu K4, L4, Y4 üzərinə gəlsin 2 ekəkçiyin 4-ü deməli 4 üzərinə gəlsin 2 D1 şəklindədir. Deməli, kələm kəpənəyin çiçəklərində çiçək yanlığını əmələ gətirən strukturların cəmi 56-dır. Deməli, kələm bitkisində, bir kələm bitkisində çiçək yanlığını əmələ gətirən 4-dürsə, 56-dırsa, daha doğrusu 4 üzərinə gəlsin 4-dürsə, 56-nı böləcəyik 8-ə. Deməli, bir kələm bitkisinin çiçəklərində çiçək yanlığını əmələ gətirən strukturların cəmi oldu 8. 56 struktur elementi varsa, bizdə 7 çiçəkdən söhbət gedir. Əgər bizim çiçəyimizin sayı 7-dirsə və bir çiçəyində rüşeym hissəsi 6 ədəd olduğu qeyd olunur. Əgər bir çiçəyində 6 rüşeym hissəsi varsa, 7 çiçəyimizdə isə 42 rüşeym hissəsi olacaq. Deməli, öncə nə etdik? Struktur elementin cəmini verib, bir çiçəkdə olan struktur element sayını bilirik 8. Ümumi struktur elementlərin sayını 8-ə bölməklə, yəni çiçək yanlığını təşkil edən verilmiş struktur elementin sayını 8-ə bölməklə tapdıq çiçək sayını 7. Bir çiçəyimizdə 6 rüşeym hissəsi varsa, 7 çiçəyimizdə 42 rüşeym hissəsi olacaq. Deməli, 42 rüşeym hissəsi olacaq. Və biz yadda saxlayırıq ki, rüşeym hissəsinin sayı bərabərdir yumurtacıq sayı. Rüşeym hissəsi sayı bərabərdir yumurtacıq sayına, o da bərabərdir toxum sayına. Deməli, bizim 42 rüşeym hissəmiz varsa, buradan 42 toxum əmələ gələcəkdir və kələm 2 ləpəli bitki olduğu üçün ləpə yarpaqlarının sayı da 42 toxumda 84 ədəd olacaq. Verilənlərdən hansılara adətən xromosomlarda rast gəlinmir? Xromosom ibarətdir DNT və zulallardan. Əgər DNT-dirsə, sitozin azot əsasına rast gələ bilərik. Karbohidrat qalığı ribozadır. Dezoksiriboza olacaq. Glukoza deyil. Rast gəlinməz. Dezoksiribozaya rast gəlinir. DNT-nin karbohidrat qalığı dezoksiribozadır. Gliserinə rast gəlinməz. Glikogenə rast gəlinməz. Amin turşusuna rast gəlinir. Çünki zulaldır. Zulalın tərkibində amin turşu qalığı vardır. Rast gəlinməz deyirsə 2, 4, 5 olaraq cavabımızı müəyyən etmiş olarıq.
Sual 73. Mətndəki sözləri müvafiq ardıcıllıqla yerləşdirin. İnsan dərisinin epidermisinin dərinliyində, deməli, canlı hüceyrələr qatından, yəni bir, epidermis çoxqatlı epiteliyə aiddir. Onun alt qatı canlı hüceyrələrdən ibarətdir, üst qatı isə ölü hüceyrələrdən ibarətdir. Üst qatın ölü hüceyrələri daima alt qatın canlı hüceyrələrin hesabına yenilənmiş olur. Hüceyrələr qatında melanin pigmenti vardır. Dermadakı deməli, pi vəzilərinin e, ifraz etdiyi maddələr tük yataqlarını açır və tüklərin dərinin qurumasının qarşısını alır. Dərinin buynuz törəmələrindən olan dırnaqlar epidermis hüceyrələrinin çoxalması hesabına həftədə 0,5 millimetr uzanmış olur. 1, 3, 6, 8 olaraq cavabımızı müəyyən etmiş olaraq. Dəri çoxqatlı epiteliyə aiddir. Dərinin epidermisi çoxqatlı epiteliyə aiddir və dərinin epidermisinin özündə yadda saxlayın testlərdən çox çaşdırılan məqamlardan biri budur. Epidermis yalnız epiteli toxumasından təşkil olunub, orada əlavə bir toxuma deməyəcək. Dərinin derma qatında damar var, sinir var, orada bütün toxuma qruplarını görə bilərik. Dərinin pi qatında yenə damarlar var. Dərinin pi qatı özü birləşdirici toxumadır. Amma dərinin epidermisi yalnız ektodermal mənşəlidir və yalnız epitel toxumasından təşkil olunmuş çox qatlı epiteldən ibarətdir. Daha sonra və dərin qatlarından Duşin vərəqələrini də demiş olsaq, dərinin epidermisi ektodermal, dərinin derması mezodermal, dərinin pi qatı mezodermaldır. Bunları da yadımızda saxlayaq. Sual 74. Deməli, çöl göyərçinin də ön ətraflardakı barmaqların sayı onun boyun fəqərələrinin sayından nə qədər azdır? Göyərçinin hər ön ətrafında qanadlarında 3 barmaq vardır. Ümumi barmaq sayımız olur 6 ədəd. Boyun fəqərələrinin sayısı 12 ədəddir. 12-dən də 6-nı çıxanda cavabımız olur 6. Sual 75. Uyğunluğu müəyyən edin. Deməli, bizə verib böv, mığmığa, əqrəb, çay xərçəngi və dəvədəlləyi. Qanın qazları mübadiləsində iştirak etməməsi bu həşəratlara aid bir şeydir. Burada da həşərat olacaq mığmığa, bir də dəvədəlləyi. Sonra zəhər vəsinə malik olma təbii ki, əqrəbə aid olacaq. Həm şaxələnən, həm də şaxələnməyən bığcıq. Burada ümumiyyətlə böv, deməli, hömçəkimlərin bövlər dəstəsinə aiddir. Bığcığa malik deyildir. Zəhər də yoxdur. Hörümçəkdir, qanı qazlar mübadiləsi, yəni hörümçəkimlərə aiddir, qanı qazlar mübadiləsində də iştirak edir və bığcığı da yoxdur. Ona görə bövrə heç birinə götürmürük. Çay xərçənginə gəldikdə isə çay xərçənginin qısa bığcıqları iki şaxəlidir deyə şaxələnən bığcıq da buradadır. Şaxələnməyən uzun bığcıqlar da çay xərçənginə aiddir. Yəni şaxələnən və şaxələnməyən dedikdə şaxələnən iki şaxəli qısa bığcıq, bir də şaxələnməyən də uzun bığcıqlardır. 1-ə B, 2-yə C, 3-ə D cavabımızı müəyyən edirik.